Qardaşımız vəsvəsəlidir namazda. Vəsvəsələr fərqli olaraq dəstəmazda olur, namazda olur, fikirdə olur. Fikirdə olanda o bizdə deyirlər panik atak. Odur yəni. Şəriətdə adı vəsvəsədir. Bu vəsvəsədə namazda, vəsvəsədədir qardaş dediyi kimi Allahu Akbar dediyim, demədim, salam verdim, vermədim, bütün hərəkətlərdə, əhkamlarda vəsvəsədədir. Dedim yoxsa yox, dedim yoxsa yox, etdim yoxsa yox. Bu kamera qoyur hər dəfə, evdə çəkir, telefonla özünü. Ondan sonra, salamdan sonra gedir, baxır. Deməyibsə bir də qalır. Deməyibsə bir də qalır, deyilsə əmindirsə saxlayır. İndi söhbət odur ki, bu vəsvəsə də adam. Evdə çəkir öz namazını. İndi fikir ver. İnternetdə dəst namazda var. İnternet qutardı. Yox, telefonla çəkir. Bizim bir qardaş var, o da eləncəsinədir. Amma dəst namaz pozulmasında. Nə demək istəyirəm onu? Namazdan çıxır, gelir dəst namaz alır. Elhamdülillah deyir, amma vəsvəsə. Yox, nə demək istəyirəm onu? Qardaşım, sözümün canı nədir? Bu bilirsiniz haçan olur. O dedimə bir də eləməyin elə. Bir də baxmısınızsa baxmayın. Bu nə vaxt olur? Bu şeytan vəsvəsə verir hamıya. Görəsən dedin yoxsa yox, bu hamı, bütün müsəlmanlarda olur bu. Görəsən etdin yoxsa yox, bu hamı da ola bilər, məndə, səndə, hamıda. Söhbət odur nedir? Bu addımdır şeytanın. Allah Teala Quranda şeytanın addımının ardınca getməyi nə edib? Qadağan edib. Lə təttəbi'u xutuvat-ı şeytan, xutuvat-ı şeytan. Şeytanın addımı var. İndi sən qardaşım, o, gedib baxmaq var kameradan. O addımdır. Gəlin gedək baxaq. O addımdır. Şeytanın addımının, bir addımının dalınca getdinsə, ikinci hazırdır. Üçüncü, dördü, nəticədə yoluxursan xəstəliyə. İnsan elə xəstələnər, vallahi heç bir sonradan bu əməl edən birinci namaz qıldım, gedim kameranı qoyun çəkim, belə şey olmur yəni insanda. Bu tədricən olur. Bu əsas da olur. Sən ona kimi mərhələlərdən çıxmısan. Hansı mərhələlərdən? Şeytanın sənə atdığı vəsvəsələrin ardınca gedib,